Hər kəsə salam. Ümid edirəm ki, çox yaxşısınız. Gözəl enerji də burdan ötürüm sizlərə. Mən Sevinc, artıq 2 ilə yaxındır ki, bu YouTube kanalını işlədirəm və YouTube-da diqqət etdiyim üzrə ən çox izlənən videolarımdan biri Polşaya necə gəldiyimlə bağlı paylaşdığım video və hansı sənədləri yığdığımla bağlı idi. Ona görə istəyirəm bu tipli videolardan 1-2 dənə də çəkim. İndi bu videoda biz Polşaya gəldiniz və ilk etməli olduğunuz 10 şey nədir və burada ən çox istifadə etdiyimiz sözlər və ifadələri deyəcəm. Artıq 1 il 2 aydır ki, burada yaşayıram. Düşünürəm ki, polyak dilini müəyyən dərəcədə öyrənmişəm. Yəni bunları sizə çatdıra biləcək dərəcədə bilirəm. Ona görə də gəlin başlayaq. Polşaya gəldiniz və ilk nə etməlisiniz? İlk gəldiniz, düşdünüz təyyarənizdən və yataqxanada qalacaqsınızsa ora və yaxud da ki, ev tutmusunuzsa ora getməlisiniz. Narahat olmayın, burada Google Maps çox yaxşı bir şəkildə işləyir. Mən bütün avtobusları, yolları Google Maps-dən tapa-tapa gəzirəm. Google Maps-dən gedəcəyiniz yerə odaqlanın və gedin çatın. Əşyalarınızı qoyun. Daha sonra sizə xəritədən də baxa bilərsiniz. Burada mollara mol demirlər. Elə burada mollara qaleriya deyirlər. Məsələn, hansı ərazidəsinizsə, o ərazinin adından filan qaleriya, Qaleriya Baltitska, Qaleriya Forum, Qaleriya Madison və s. tipində qaleriya adlandırırlar. Siz bu mən deyərdim ki, mola gedin və orada nömrə almaq lazımdır. Bundan bəhs edirəm. Nömrələri satan elə direkt öz marketləri olur. Oradan rahat bir şəkildə də ala bilərsiniz. Əgər uzaqdırsa qaleriya sizə, bilirik ki, burada hər addım başı Żabka görəcəksiniz, Żabka marketləri. Żabkada da nömrələr satılır. O cəhətdən çox yaxşıdır. Belə bir problem olmuşdu ki, mən ilk getdim Żabkadan nömrəni aldım, sonra gəldim yataqxanaya. Nömrəni telefonuma taxdıqdan sonra işləmədi. Belə bir problem oldu deyə indi mən sizə qaleriyanı məsləhət görürəm. Çünki mən sonra çıxdım, 9-a işləmiş idi saat. Getdim tez qaleriyaya, Orange-ə girdim. Elə telefonda bu nömrə markalarından biridir. Orada dedim ki, zəhmət olmasa mən bu nömrə alıram və taxın telefonuma və bunu işlədin. Çünki evdəkilərlə əlaqə saxlaya bilmirdim və onlar da çox narahat qalmışdılar. Anyways, bu qədər şeydən sonra orada işlədi, saldılar, taxdılar, telefonum işlədi deyə mən deyərdim ki, elə birbaşa gedin qaleriyaya. Żabkadan alınan nömrə niyə işləmədi? Problem telefonumdaydım, yoxsa nə bilmədim, amma ona görə deyirəm ki, ora getməyiniz daha məsləhətlidir və mən Orange markasını işlədirəm 1 ildir ki, çox məsləhət görərdim. Təsəvvür edin, aylıq 30 zlot pul yükləyirəm və mənə əlavə 100 GB, 200 GB hədiyyə verir və çox qəşəngdir. Mən aylıq internet göz dəyməsin, problemi çəkmirdim ona görə. Əvvəllər çox çəksəm də, çünki nömrə almamışdım və problemli yaşayırdım. Əslində nömrəni də almamağımın səbəbi eSIM işlədirdim, eSIM. Ona görə almırdım, amma sonra başa düşdüm ki, yox, almaq lazımdır. Daha sonra yaşayış ünvanınızı qeydiyyata saldırmalısınız. Bu Zameldovanya adlanır. Bunun üçün nə edirsiniz? Mən gələndə yataqxanaya gəlmişdim və mənə elə gələn kimi bütün qaydaları izah eləyəndə mənə bir vərəq verdilər, kağız verdilər. O kağız dedi ki, get ujunda qeydiyyata düş. Çox bir açıqlama vermədi. Gəldim mən ChatGPT-dən araşdıra. Burada qalan bir dostumu tapdım. İndi dostumdur, o vaxt dostum deyildi. Yeni tanış olduq. Ondan məsləhət aldım ki, bəs nə etmək lazımdır və s. Mənə izah elədi ki, sənə yaxın olan bu ərazidəki Urjonda gedirsən. Urjon da ki, Azərbaycandakı asan xidmətlər kimi bir şeydir. Bunun artıq Instagramda hər kəsə belə deyirəm. Ona görə burada da belə deyim, daha sizə başa düşülməsi rahat olsun. Urjonda gedirik. Bu vərəqi də götürürsüz, pasportunuzu da, yəni bütün vacib sənədlərinizi də götürün üstünüzdə. Getdikdən sonra deyirsiniz ki, mən qeydiyyata düşmək istəyirəm. İngiliscə deyə bilərsiniz, o cümləni başa düşürlər, amma çoxluqla Urjonda hamı polyakca danışır. İlk gələndə mənim çətinlik çəkdiyim yerlər belə bu qeydiyyat yerləri idi. Anyways, dedim ki, mən qeydiyyata düşmək istəyirəm. Elə başa düşdü, özü götürdü öz formu və s. doldururdu. Mən də gözlədim. Daha sonra mənə demişdilər ki, gedəndə orada PESEL nömrəsi almağı unutma. Ona görə bu qeydiyyat prosesi davam etdikdən sonra mənə anket də verdi. Öz adımı, soyadımı, küçəmi, yaşadığım yerləri yazdım. Yəni yaşadığınız yerin küçə adresini və s. telefonunuzda mütləq notlara qeyd eləyin. Lazım olur çünki. PESEL nömrəsi alanda da ünvanımı da yazdım və s. 2-3 dəqiqə hazırlayıb verdilər, yəni belə bir şey, çox bir şey gözləmədik. Bu arada Urjonda getmədən qabaq mən bir gün əvvəl evdə özüm qeydiyyatdan keçmişdim. Telefon vasitəsilə onlayn sıra götürmüşdüm. Belə bir şey də mümkündür. Bunu da eləsəz çox yaxşı olar. Ora getdiyiniz zaman çoxlu sıra gözləyirsiniz çünki. İkinci qeydiyyatdan keçmək, üçüncü maddə isə PESEL nömrəsi almaq idi. Bunu da elədiyimizə görə bu 3 maddə okeydir.
Dördüncü olaraq bank hesabı açdırmağınızı tövsiyə eləyərdim. Gəldiyiniz zaman tez açdırmağınız sizə hansı cəhətdən yaxşıdır? Deməli, mən Santander bankını almışdım bu arada. Bankının kartını almışdım. Yəni mənə dedilər ki, bu karta pobutu işlərində ən çox bu bank yaxşı olur, faiz aşağıdır və s. tipində şeylər deyirdilər, komissiyası. Ona görə Santanderi aldım. Razıyam, yəni işlədirəm uzun müddətdir. IKO və s. də var burada. Onda ən çox işlədənləri var, ala bilərsiniz. Millennium Bank da var. Banka gedirsiniz, sadəcə deyirsiniz ki, mən kart almaq istəyirəm. Bankda çox yaxşı ingiliscə danışırlar. Kömək eləyirlər, sizə bankı da verirlər. Bank account da açmaq istəyirəm deyin bu arada. Bank hesabı da açın. Bank hesabını niyə görə açın? Çünki siz bankda xərcləmələr etdikcə o bank hesabından da xərcləmiş kimi görünür və sizdə artıq tarixçiyə yazılır. Siz 1-2 ay müddətində orturma baş vuranda kartınızdan hesab çıxartmaqlarını istəyəcəklər. Yəni o tarixçəni çıxartmağınızı istəyəcəklər. Onu çıxartdığınız zaman görsünlər ki, bankda gəliş-gediş olubdu, yəni pulun dövriyyəsi olubdu. Onda daha inandırıcı olur. Yoxsa belə inanmırlar, biraz problem yaradırlar. Bank hesabı açdırdıq, kartımızı da aldıq. İndi isə keçək 5-ci maddəyə. 5-ci maddə çox vacib deyil, amma etsəz çox yaxşı olar. Burada mən də yeni öyrəndiyim şeylərdən biri də əslində təzə gələndə bilmirdim. Sağlamlıq sığortası ala bilərsiniz. Aylıq 50 zlot olmaqla, yəni harca 25 manat civarında olmaqla sağlıq sığortası alırsınız və NFZ yazılır, belə yerlərin adları. Bu sığortaya Azərbaycanda necə sığorta daxilində gedib göz əməliyyatı olurlar və ya həkimlərdən yoxlamalardan keçirlər. Burada da var. Sığortanız vasitəsilə siz hər hansı bir yerə yoxlanışa gedə bilərsiniz və yaxud da ki, Allah uzaq eləsin, əgər nəsə oldu, bir şey özünüzü yaxşı hiss eləmirsiniz, həkimə gedirsiniz və s. bu sığorta qarşılayır o sizin xərclərinizi. 6-cı, əsas lazım olan polyak ifadələri öyrənməlisiniz. Yəni bilirsiniz necə, demirəm məcburdur. İngilis dilində bir təhər idarə edəcəksiniz və s. Amma bilsəz daha yaxşıdır. Yəni xalq sizi daha xoş qarşılayır və siz burada xoş qarşılandıqca sonra qalmaq istəyiniz də artır. Mən məsələn xoşlayıram. Mən gəldiyim ölkənin direkt öz sözlərindən salamını, sağ olunu, təşəkkür edirəmi bilməyi xoşlayıram. Gələn kimi öyrənməyə çalışdım. Çox çətinlik çəkirdim o pşapraşam sözündə. Eləcə yadımdan çıxırdı. Ayda proşeydi, pşapraşam idi falan filan. Amma vaxt keçdikcə, çox eşitdikcə, mağazalara gir-çıx və s. işlətdikcə adam həqiqətən də öyrəşir. Hazırda bu sözlər sanki mənim elə öz dilim imiş kimi gəlir mənə. Bu sözləri də birazdan deyəcəm. Sonra 7-ci maddəmiz nəqliyyat sistemini öyrənməyə çalışın. Google Maps-də baxanda görəcəksiniz. Amma çıxıb özünüz də bir-iki dəfə cəhd etdikcə daha yaxşı öyrənəcəksiniz. Burada deyərdim ki, 3 cür nəqliyyat sistemi var. Biri SKM adlanır. SKM daha uzun məsafələrə gedən qatarlardır və hər tramvaylar kimi hər dəqiqə belə küçədə görə bilmərsiniz. SKM-lərin öz dayanacaqları var və biraz arxa tərəflərdə olurlar. Hətta şəhərlər arası gedən qatarlar və s. belə SKM-dir. Bundan əlavə tramvaylar bütün küçə boyunca görə bilirsiniz. Hər yerdə, şəhərin hər yerində var. Yaxşı ki varlar, çox sevirəm bu tramvayları. Və avtobuslar var. Avtobuslar da rahat bir şəkildə işləyir. Avtobusların özləri də 2 yerə bölünür. Gündüz işləyən avtobuslar və gecə işləyən avtobuslar. Gecə işləyənlər N1, N2 belə adlanır. Saat 00-dan sonra ancaq o avtobusları görə bilərsiniz. Onlar da 1 saatdan bir işləyir. Nəqliyyat sistemi ilə tanış olduqdan sonra mən deyərdim ki, aylıq bilet alın özünüzə. Aylıq bilet çox-çox sərfəlidir. Tələbələr üçün burada ümumiyyətlə normal qiymət 117 zlotdur aylıq. Biz tələbə olduğumuz üçün 50% endirimlə 50 zlota alırıq. 54 zlota. Biz tələbə olduğumuz üçün 50%-lə 54 zlot alırıq və çox-çox yaxşıdır. Yəni istədiyim vaxt qatarlara minib düşə bilirəm. Yəni yoxlamaq olacaq, stresini də keçirtməkdən zəhləm gedir. Ona görə ən rahatı elə aylıq almaqdır. Bu biletləri də hardan alacaqsınız onu da deyim. YouTube-da daha ətraflı izah elədiyim üçün, yəni bu Reels deyil də, qısa-qısa kəsə-kəsə danışmamalıyam. Biletləri əvvəl biz alırdıq Yaktoya da PL-dən. Mən hətta bu barədə Instagramda da storylər paylaşırdım. Amma indi proqramı dəyişdilər. Elədilər Sistem Fala. Burada da yəqin ki loqolarını qoyaram. Sistem Faladan girib aylıq biletləri və s. elə alıram. Proqramı dəyişdilər. Bilmirəm niyə dəyişdilər, amma anyways, ikisi də işləyir. Bəzən Krakovda və s. Yaktoya da işləyir. Mən onu gördüm. Amma Gdanskda hazırda Sistem Fala işləyir. 8-ci maddə. Oturum sənədlərinizi hazırlamağa başlayın. Karta pobutu burada qaldığınız şəhərdən asılı olaraq müddətləri də dəyişir. Amma bilirsiniz ki, minimum 4-5 ay çəkən prosesdir. Ona görə gəldiyiniz müddətdən rahatlaşdınızmı, nömrənizi aldınız, universitetinizi tanıdınız və yaxud da ki işinizi tanıdınız, artıq başlayın karta pobutu sənədlərini hazırlamağa. Bunun üçün bilirsiniz pul lazımdır. Minimum 20-25 min zlot tələbələr üçün deyirəm.
Hətta bu 30-40 min zlota qədər çıxır. Yəni o da illik ödənişinizdən və sərf xərclərinizdən asılı olaraq dəyişir. Bu qədər məbləğə hətta karta pul qoymalısınız. Bəlkə gəldiyiniz vaxtlardan tez işləməyə başlayarsınız, bunu yığmağa başlayarsınız və s. Sonra karta pobit üçün lazım olan sənədləri istəyirəm başqa bir videoda çəkim. Bu videoda eləməyəcəm hə. Onun üçün lazım olan sənədləri də fikirləşim, tam ağlıma gətirim, o barədə də danışacağam. Sənədləri də yığın, hazır qoyun və mən deyərdim ki, gedin başvuru eləyin. Çünki nə qədər tez başvuru eləsəz o qədər yaxşıdır. Mən gəldiyimdən 1 ay sonra başvuru eləmişdim və hələ də ki gözləyirəm 1 ildir. Etdiyim səhv də var idi, onu da deyəcəm sizə o videoda. Daha sonra sənədlərinizi də yığdığınıza görə artıq oturun və işlərə başvurun. Arkadaşlar, yaşam üçün ilk gələndə də insanı ən çox çətinə salan, fikirləşirsən ki, pulum qutarandan sonra nə edəcəm? O insanı çox yorur mənəvi olaraq. Yəni pulun olandan sonra rahat gəzə bilirsən. Vizan aktivdirsə, tətil günündə gedib başqa ölkəyə də gəzirsən. Yəni insanı hər anlamda həqiqətən də fikirdən xilas edən pulun olmağıdır. Ona görə iş axtarın, işə baxın. İşləri tapmaq burada deməyəcəm asandır. 2-2 deyil, 4-5 ay çəkir minimum. Hətta mən 1 ildir ki, normal bir ofis işi tapmamışam. Ona görə başvurular çox eləyin. Minimum gündə 3 saat, 4 saat vaxt ayırın. Yəni okey, gəlmisiniz, gəzmək istəyirsiniz hər gün, amma biraz da gələcəyi düşünərək hərəkət edin məncə. Bundan sonra da 10-cu maddə olaraq da deyə bilərəm ki, çıxın yavaş-yavaş ətrafı tanıyın. Özünüzə qəşəng coffee shoplar məsələn gözünüzə kəsdirin və ya da ki, hər hansı bir parkı gözünüzə kəsdirin. Burada ilk gəldiyiniz vaxtlar özünüzü tək hiss eləyəcəksiniz. Yəni bu danılmaz bir şeydir. Amma maksimum dərəcədə özünüzlə tək vaxt keçirdikdə artıq insan özünlə vaxt keçirməyi çox sevir. Mən məsələn ilk gəldiyim vaxtlar mənə ləzzət edirdi artıq özümlə vaxt keçirmək. Solo date'lər üçün fikirlər yazırdım. Ora ice skatingə gedərəm, burada sinemaya gedərəm, bu parka gedərəm, gəzərəm. Naştikimi taxırdım qulağıma, gedirdim, gəzirdim. Şapkaya girib kofemi alırdım məsələn. Yəni belə kiçik şeylərdən özünüzə mutlu anlar yaradın ki, tək hiss elədiyiniz vaxtlar çıxıb onu yenə eləyəndə özünüzü xoş hiss eləyəsiniz. Gəlin elə bu videoda bizə ən çox lazım olan ilk başlarda polyak ifadələrində deyək. Gəldiyiniz vaxt ən çox insana nə lazım olur ünsiyyət qurduğu zaman? Salamlaşma ifadələri. Salamlaşma ifadələrindən bunlarda mən ki təzə gələndə ChatGPT-dən öyrəndiyim qədərilə ancaq çeşt və vitam sözünü bilirdim. Vitam daha belə rəsmi formada deyilən bir şeydir. Çeştdəki hamıya deyilən salamdır. Amma sonra eşitdim ki, şema var, heyka, hey, nə bilim, dzień dobry ən çox işlətdikləri. Bu arada bunlar salamı da çeşt deyirlər. Sağ ol gedəndə də çeşt deyirlər və yaxud şema. Yəni Koreyalılarda da var o onion sözünü məsələn həm salam deyirlər, həm sağ ol gedəndə deyirlər. Çünki bir şey bitəndə yeni bir şeyin başlanğıcıdır. Fəlsəfəsi bunlarda da var biraz. Ona görə çeşt sözünü həm salam deyiləndə, həm sağ ol deyiləndə də eşidə bilərsiniz. Dzień dobry. Hər zaman burada hamının işlətdiyi bir sözdür. Mən əvvəl sabahın xeyir kimi başa düşürdüm, amma xeyr. Yəni günorta da işlədirik, bəzən axşam da işlədirik, yəni hava qaralsa da işlədirik. Saat axşamca 9-10-dan sonra isə добрый вечер deyirik. Və sağollaşdığımız zaman до свидания görüşənədək hələlik mənasındadır. До zobaczenia see you soon, yəni tezliklə görüşərik mənasındadır. Biraz çətin ifadələrdir, amma adam çoxlu işlətdikcə dilinə yatır. Nəzakət ifadələrindən burada çox-çox istifadə olunur. Ən çox proşe. Proşe buyurun mənasındadır. Yəni biri keçsin, buyurun keçin mənasında proşe deyirsən. Kimsə çox sağ ol dedi, proşe deyirsən, yəni dəyməz mənasında, buyurun mənasında. Sağ ol nədir? Dziękuję. Dziękuję. Sağ ol. Bardzo dziękuję. Çox-çox sağ ol mənasındadır. Bardzo çox deməkdir. Bardzo mały, çox balaca, bardzo duży, çox böyük məsələn. Bardzo dziękuję. Dziękuję serdecznie. Bu sözdə təzə öyrənmişəm. Ürəkdən sağ ol. Və bağışlayın nə deməkdir? Sorry, excuse me. Przepraszam. Przepraszam. Yazılışında pırızıpı yazılır və o pşe oxunur. Przepraszam. Bu arada günün tam qarşısında çəkiliş etdiyim üçün gün gözlərimi yandırır, amma anyway sizin üçün olar. Daha sonra kimsə sizə toxundu, przepraszam elədi, məsələn dedi sorry. Siz nə deyəcəksiniz? Deyəcəksiniz ki, nie ma problema. Nie ma yoxdur deməli, yoxumdur, nie ma. Yəni problemim yoxdur, yoxdur problem. It's okay. Bizdə bəli deyirik, hə deyirik. Bunlarda tak deyilir. Tak. İlk gələndə mən bunu öyrəşə bilmirdim. Çünki rus dilində həmişə takı belə bir ifadə kimi sadəcə demişik də. Tak.
Davay başlayaq tipində və s. Burada tak bəli deməkdir. Nəsə sənə dedikləri zaman bəzən çaşırdım, yes deyirdim, da deyirdim. İndi amma tak. Yox isə, xeyr isə niyə? Tak, niyə? Hə, təzə gəldiniz, kimsə polyakça bir şey danışır sizdən, yol soruşur məsələn. Başa düşmürəm mənasında deyirsiniz ki, przepraszam, nie rozumiem. Rozumiem. Rozumiem başa düşmək mənasındadır. Nie rozumiem, başa düşmürəm. Ty rozumiesz? Nie rozumiem. O sonluqlar da rus dilinə oxşuyur. Marketə girdiniz, bir şey soruşmaq istəyirsiniz. Ile to kosztuje? Ile to kosztuje? Bu neçədir? Ile neçə mənasındadır, neçə. Kosztuje da qiyməti neçədir tipindədir. Burada mən marketə gələndə ilk belə yaşadığım bir şoklardan biri toyuq sözünü tapa bilmirdim. Toyuqlu nələr var tapa bilmirdim. Çünki mən donuz əti yemirəm deyə. Ya ancaq mal əti tapmalıyam ya da toyuq. Tərcümə etdikdən sonra başa düşmüşdüm ki, kurçak toyuqdur burada. Kurçak toyuq. Saskalar falan var kurçakla olan, onları alıram ancaq. Volovina da mal əti deməkdir. Volove və s. yazılanlar ət mənasındadır. Ona görə seçirsinizsə bunlara baxın. O digər sizzling falan tipli şeylər yazılır. Onlar da ki pork, yəni donuz əti, ham, İngilizcə gəldi ağlıma onlar artıq ancaq. Nəsə onlardandır. Bir də induk. Hinduşka deməkdir. Bu da marketdə lazım olur. Ödəniş eləyəndə kartla ödəniş eləyirsinizsə karta deyə bilirsiniz. Nağd ödəyirsinizsə gotovka. Gotovka nağd deməkdir. Poproszę karta, poproszę gotówka və s. tipində deyirsiniz ki, yəni ödəmək istəyirəm. Mənə verin sözü isə poproszę. Məsələn, getdiniz bir şey istəyirsiniz, kafelərdə və s. Żabkada. Poproszę jeden kava. Mənə bir dənə kofe verin mənasındadır. Və zəhmət olmasa da içində keçirdi onun. Poproszę ən çox işlədilən sözlərdən biri də budur. Bax, elə məni bu çətinlik törədirdi ki, przepraszam, poproszę, proszę, bu üçü də qarışır adamın dilində, sonra yavaş-yavaş işlətdikcə öyrəşirsiniz. Poproszę. Kofedə kava deməkdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 isə 1-dən 10-a qədər saymaqdır. Nömrələri də öyrənin. Praca iş deməkdir. Umova müqavilə deməkdir. Praca umova kontrakt iş müqaviləsi kimi tipində də gedir. İş axtarırsınızsa görürsüz saytların adı praca.pl, pracuy.pl. Bunlar işləmək mənasındadır. Umovanda ev kontraktınızı və s. görə bilərsiniz deyə deyirəm. Urjondakı dedik, asan xidmətidir buranın. Urjond sözünü çox görəcəksiniz. Eyni olan sözlər var. Avtobus, avtobusdur, bilet, biletdir. Dokument, dokument sənəd mənasındadır. Məsələn, eyni olan sözlərdə qarşılaşacaqsınız. Amma bu qədər. İlkin məncə düşünürəm ki, bilməli olduğunuz əsas sözlər bunlardır. Belə. Bu video düşünürəm bu qədər bəsdir. Qısa olacaq, amma inşallah yenə izlənən videolardan biri olar. Artıq telefonumu da dəyişdiyimə görə kamera keyfiyyətindən şükürlər olsun ki, razıyam və istəyirəm ki, daha çox video çəkim. Bu kanalda daha aktiv olum. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmamısınızsa, abunə olub like etməyiniz də məni çox-çox motivasiya eləyir. İndidən sağ olun. Görüşərik.